bu günlərim yulafdan çox dadlı pizza hazırladım. İnanılmaz, çox dadlı. Baxın, inşallah sahurda hazırlayın. Çox tutumludur və çox dadlıdır. İndi isə keçək hazırlamağına. Burada məndə 100 qram yulafdır. Yəni Herkules 100 qram. Üzərinə 2 yumurta ağlı sarılı əlavə edirəm. 2 yumurta əlavə elədim yulafın üzərinə və 200 ml süt əlavə edirəm. Yaxşı qarışdırın ki, belə yumurtanın ağı belə bu şəkildə qalmasın, tam açılsın. Belə qatışdırdım. İndi qoyuram kənara. Dediyim kimi 30 dəqiqə kənarda gözləyəcəm. Herkules belə canına sidi, hopsun, yumuşalsın. Nə yeyirsən? Ay olacaq. Ora çıxmaq olmaz. Herkulesi, yəni yulafı kənarda saxladım. Bax bu şəkildə olmalıdır. Yumşaldı. İndi bunun içinə hazırlamışam. Toyuq filesidir, qaynatmışam. Pomidor belə doğramışam və keşniş. Zövqə görə kim nə istəsə əlavə edə bilər. Duz, qara istiot və qırmızı istiot. Qatışdırıram. İndi bunları içinə tökürəm. Pomidorları. Göyərti mən şüd əlavə edirəm. Bunlardan hamısını yaxşıca qatışdırıram. Tavanı qoydum isti olsun və kərə yağında hazırlayıram. Kərə yağı ilə hazırlayanda qəşəng alınır, dadlı alınır. Yəni istəsəz duru yağ da istifadə edə bilərsiniz, problem deyil. İndi yağım ərisin. Yağ əridi. İndi hazırladığım masanı bunu üzərinə tökürəm. Belə qaşıqla yaydım. Qapağını da bağlayıram və aşağısı pişəndən sonra çevirəcəm. Bir 10 dəqiqə pişsin. Baxın, aşağı hissəsi, alt hissəsi pişib. Qəşəng. İndi bunu çeviririm o birisi üzünə. Kimə necə rahatdır elə çevirsin. Kim qapaqda belə tutsun, fıratsın. Yağdan diqqətli olun, yanmayasınız. Ya da ki belə padnosa qoyun, padnosla çevirin. Kim necə istəsə. Yəni yapışmayıb, yağ qoymayıb onu yapışmağa. Baxın. Yenə qapağını bağlayıram. 2-3 dəqiqə bişirəndən sonra üzərinə pendir tökəcəm. Bişdi. Az qal. 1-2 dəqiqədən sonra götürəcəm inşallah. Rəndələmişəm pendiri. Kimdə nə pendir var da, yəni kim hansını istəsə zövqə görə üzərinə əlavə edirəm. Pendiri də əlavə elədim. Rəndələmiş pendiri. İndi də ağzını bağlayıram. 1-2 dəqiqəyə söndürəcəm. Hazır oldu. Siz də hazırlayın. Nuş olsun. Allah süfrənizi bol və bərəkətli eləsin. Allah orucunuzu qəbul eləsin.